Rəngi səhv zakaz eləmişəm. Makiyajımı Şirqlan məhsulları ilə edirəm. Bu isə yazın izləyicilərimdən birinə hədiyyə gedəcək. Biraz ağ ola bilər, amma bunu həll edəcəm, gözləyin. İnşallah. Keçirəm konsilera. Ay qızlar, bunlar niyə belə ağdır? Konturlamağa keçirəm. Soyuq alt tonlu bir kontur axtarırsınızsa bunu mütləq yoxlayın. Rənginə və parıltısına bir baxın. İki tərəflidir. Bərk pudradır. Açırsınız. Toz pudradır. Belə ağ görsənir, amma tonunuza uyğunlaşır. Toz tərəfində yoxlayaq. Belə qoyacağım. Buna baxın. Bu maskaranı çox görürdüm. Maraqlı bir fırçası var. İstifadə etdiyim ən yaxşı maskara ola bilər. Dodaq qələmi əldə etmişəm. Bu da soyuq qəfəyi tonlarındadır. Qızlar, rəngi əladır. Bu məhsulu yəqin ki görmüsünüz. Çox yumuşaq. Bir də gloss əldə etmişəm. Mən bunu da çox bəyəndim. Videonun başında üzümə ağappaq olan tonal kremi görürsünüz, necə oturdu üzümü dərimlə bərabərləşdi. Rəylərdən bir nəfərə bu məhsulu hədiyyə edəcəyimi də unutmayın. Öpdüm.